Günüm hamıdan tez başlar. Mağaza açılmamışdan burada olmalıyam ki, hər şey qaydasında olsun. Çünki məsuliyyətim böyükdür. Rəflər doldurmu? Qiymətlər doğrudurmu? Təmizlik qaydasındadırmı? Bunları görməsəm rahat ola bilmirəm. Müştəri içəri girəndə hər bir şey ideal olmalıdır. Bəzən çox çətin situasiyalar olur. Müştəri narazı qalanda ilk mən yaxınlaşıram. Səbir ən güclü silahımdır. Mağaza sadəcə məkan deyil, rəqəmlər də danışır. Satış, stok, sifarişlər, bunlara da nəzarət edirəm. Bugün səhv etsəm, sabah böyük problemlər ola bilər. Günün bitəndə içim də rahat olmalıdır. Administrator olmaq sadəcə vəzifə deyil, bu məsuliyyət, inan və səbir deməkdir.